Salam əziz abituriyentlər. Bugün sizinlə 24 may 2026-cı il tarixində ikinci qrupların blok imtahanına düşmüş sualların həllini və onların çətinlik dərəcəsini müzakirə edək. Keçək ilk sualımıza. İlk sualımızda bizə deyilir ki, ABC üçbucağında AB bərabərdir BD-yə. İşarə etsək, AB BD-yə bərabərdir, AC bərabərdir BC-yə. Yəni bu isə köhnə bərabərdir və AD bərabərdir 3. AD 3 olsa, DC-ni də 9 verib, onda bu isə BC hissəmizə biz 12 olduğunu deyə bilərik. Onda bərabər yanlı üçbucağa görə, yəni AB bərabərdir BD, AC bərabərdir BC. AC-nin BC-yə bərabərliyindən bu bucağa bir alfa desək, onda bu oturacaqdakı bucaq A təpəsindəki bucağa da alfa deyərik. AB bərabərdir BD şərtinə görə, buradakı bucaq A təpəsindəki bucaq alfa olduğuna görə D təpəsindəki bucağımıza da alfa deyə bilərik. Onda oxşarlıq qursaq, alarıq ki, AB-nin digər üçbucaqda demək təpəyə bitişik tərəfə nisbəti, yəni AC-yə olan nisbəti bərabərdir. Demək, digər üçbucaq üçün baxsaq biz AD-nin oturacağın AD-nin digər böyük üçbucağın oturacağı AB-yə olan nisbəti yaza bilərik. İndi verilən tərəflərə uyğun qiymətləri yerinə yazsaq, AB bölünsün. AC-nin qiyməti məlum 12-dir, AD 3-dür və AB də bilinmədiyimiz tərəfdir. Onda tənasüb kimi həll etsək, AB kvadratı bərabərdir 36-ya, buradan AB bərabərdir 6 olduğu alınır. Bizdən perimetr istədiyinə görə P üçbucaq ABC bərabərdir 6 plus 12 plus 12. O da bizə verəcək 30 cavabı, doğru cavabımız B variantındadır. Yəni normal bir sualdır. Keçirik ikinci sualımıza. Vektorlarla bağlı olan bir sualdır. Demək, düzbucaqlı üçbucaq verilir. Demək, B təpəsindəki bucağın düzbucaq olduğu qeyd olunur. Onda bura bir B desək, bura A desək, bura bir C desək. AB bərabərdir 5. AB bərabərdir 5 və BC bərabərdir 12. Olarsa, demək, BA vektor deyəndə istiqamətimiz bu şəkildədir. BC vektor deyəndə istiqamətimiz bu şəkildədir. Onların fərqinin isə istiqaməti C-dən A-ya doğru olacaq. Demək, bura 5 isə, bura 12 isə, Pifaqor teoremindən artıq buranı 13 olduğu məlumdur. Yəni, sadə bir sualdır. Keçirik növbəti üçüncü sualımızda. A parametrinin hansı qiymətində tənliyin kökləri qarşılıqlı tərs ədədlərdir? Tənliyin kökləri qarşılıqlı tərs ədədlər olması üçün əziz abituriyentlər, biz bilirik ki, əvvəlcə çevrilmiş kvadrat tənliyi yazsaq, yəni x kvadratı çıxaq 9 bölünsün ax, üstə gələk 3a plus 4 bölünsün a bərabərdir 0 tənliyində köklərin hasili bizə nəyi verməlidir? 1-i. Yəni, qarşılıqlı tərs ədədlərin hasili 1-ə bərabər olduğundan yaza bilərik ki, 3a plus 4 bölünsün a bərabərdir 1-ə. Burada çarpaz vursaq, 3a plus 4 bərabərdir. Demək, alırıq a-ya bərabərdir. Demək, 3a çıxaq a bərabərdir mənfi 4 yazsaq, buradan 2a-mız mənfi 4-dən a-mız mənfi 2-yə bərabər olacaq ki, doğru cavabımız A-dır. Yəni, əslində bu da bir sadə sualdır. Keçirik növbəti sualımıza. Bizə deyir ki, növbəti sualda perimetri 24 cm olan düzgün altıbucaqlı daxilə çəkilmiş çevrənin radiusunu tapın. Əziz abituriyentlər, biz bilirik ki, altıbucaqlıdırsa, demək, 6a bərabərdir 24-dən, bizim tərəfimiz 4-ə bərabərdir. Daxilə çəkilmiş çevrənin radiusu hazır bir düsturdur. A kökdə 3 bölünsün 2 şəklində yazsaq, buradan 4 kökdə 3 bölünsün 2 cavab bizə verəcək. 2 kökdə 3 doğru cavabımız D bəndi 2 kökdə 3. Bu da bir hansı ən böyük tam qiymətində parabolasının təpə nöqtəsi 4-cü rübdə yerləşər. Əziz abituriyentlər, 4-cü rüb deyirsə, bizim x0-ımız müsbət olmalıdır, böyükdür 0-dan. Burada isə y0-ımızı görürük ki, y0 kiçikdir, 0 şərti ödənməlidir. Onda x0-ın düsturu bərabərdir nəyə? Mənfi 1 bölünsün 2a-ya bərabərdir və buradan biz alırıq ki, ifadəni yerinə qoysaq, mənfi b-mizin yerində 2 vurulsun k çıx 5-dir, bölünsün 2a-mızın yerində 1-dir, 2-ləri iqtisad etsək,
buradan alınacaq. Mənfini içəri vursaq 5 çıxılsın k. Bunun nə olması lazım idi? 0-dan böyük olması lazımdır. Buradan alırıq ki k kiçikdir 5-dən. Y0 üçün yaza bilərik. Mənfi d bölünsün 4a yaza bilərik. Buradan demək mənfini burada saxlasaq 2 vurulsun k çıx 5-in kvadratı yaza bilərik. Çıxaq 4 AC-dən A-mız 1-dir, C-miz k kvadratıdır. Böldük 4-ə, vurduq 1-ə, yəni A-nın qiymətinə. Buradan nə alırıq? Demək ki, mənfini içəri vurub açıb 4-ə ixtisar etsək, mənfi k çıxaq 5-in kvadratı plus k kvadratı ifadəsi alınacaq. Və ikinci hissəni sadələşdirsək, demək k kvadratı qarşısındakı mənfi ilə mənfi k kvadratı çıxaq 5k-dır. Çıxaq 10k eləyəcək 2AB-dən və qarşıdakı mənfiyə görə plus 10k olacaq. Plus 25 çıx 25 plus nə yazdıq? K kvadrat. Bax, bunları islah etsək, qalacaq bizdə 10k çıxaq 25. Bu da nə olması lazımdır? 0-dan kiçik olması lazımdır. Onda 10k kiçikdir 25 yaza bilərik. K-mız da kiçikdir 2,5 yaza bilərik ki, indi bizə bura deyir ki, K-nın hansı ən böyük qiymətində? Birinci halda bizdə K 5-dən kiçik olmalıdır. Yəni birinci hal 5-dən kiçikləridir. İkinci hal isə 2,5-dən kiçikləridir. Yəni bunların içərisində hər ikisini ödəyən ən kiçik, ən böyük qiymətimiz 2-yə bərabərdir. Doğru qiymət cavabımız A variantında qeyd olunur. Keçək növbəti sualımıza. Növbəti sualda bizə deyilir ki, düz prizmanın oturacağı diagonalları 12 və 16 cm ronddur. Daha sonra deyir ki, prizmanın yan səthinin sahəsi 320 olarsa, onun hündürlüyünü tapın. Gəlin əvvəlcə əsaslar, prizmanın diagonalları olan romb olduğuna görə diagonallar və tərəf arasındakı düsturu yadımıza salaq. D1 kvadrat üstə gəldi, 2 kvadratı bərabərdir 4a kvadrat yaza bilərik. Buradan alırıq ki, 12-nin kvadratı üstə gəl, 16-nın kvadratı bərabərdir 4a kvadratına, 144 üstə gəl, 256 400-ü verir və ixtisar etsək 4-ə, 400 bərabərdir 4a kvadratından, a kvadratı bərabərdir 100-dən, a-mız bərabərdir 10 olduğunu alırıq. Əgər a 10-a bərabərdirsə, indi keçək, prizmanın yan səthinin sahəsi 320. Prizmanın yan səthinin sahəsi S-yan bərabərdir P oturacaq vurulsun H düsturu ilə tapılır ki, 320 bərabərdir P oturacaq vurulsun demək H. P oturacağımızın qiyməti məlum məsələdir. Çünki artıq biz 4 tərəfi nə almışıq? 4 vurulsun 10, yəni bunu 40 yaza bilərik əvəzinə, vurulsun H yazsaq. Demək, 320 bərabərdir 40 vurulsun H-dan, 40-a ixtisar etsək, H-ımız bərabər nəyə? 8-ə. Hündürlüyü təyin elədik, doğru cavabımız B variantı 8. Keçək, növbəti törəmə ilə bağlı olan bir sualdır. Bu cür sualları rahat həll eləməyin qaydası əsasında gəlin qüvvəti yuxarı çıxaraq, fx funksiyasını əvvəlcə 2x üstə gəl 3-ün üzərində -5 şəklində yazsaq. Törəməsini alaq indi hər tərəfdən. Demək, törəməsini alsaq, törəməsini alaq. Bilirik ki, yəni ümumiyyətlə qüvvət qarşıya gəlir. -5-i qarşıda yazdıq. Sonra verilən ifadə demək 2x plus 3 üzərində demək -5-dən 1 vahid azaldı, çıxaq 5, 1 yazdıq və bu mürəkkəb funksiya olduğuna görə 2x-in törəməsinə vurulur. 2x-in törəməsi də ayrıca 1-2-dir. Demək, biz aldıq -10 vurulsun, demək 2x plus 3-ün üzərində -6. Bunu da belə yaza bilərik, yəni kəsrin məxrəcinə salsaq 2x üstə gəl 3 üzərində 6. Sürətdə isə -10-u qeyd edə bilərik. Burada indi bizə deyir ki, nəyi tapın? F-in törəməsi -1. İndi burada x-in yerinə 1 yazsaq. F-in törəməsi -1 bərabərdir. -10 bölünsün. 2 vuraq -1 üzərinə gəl. 3 üzərinə gəl. Üzərində 6. -10 bölünsün. Demək 1 üzərində 6. Yəni 1-ə. Demək -10 cavabını alırıq ki, doğru variant Y variantı. Keçirik növbəti sualımıza. Növbəti sualımızda bizə deyir ki, doğranı olan 5 kökdəki olan ox kəsiyin sahəsi 25 olan konusun tam səthinin sahəsini tapın. Əziz abituriyentlər, əvvəlcə bir konus çəkək.
Demək, bu konusumuzun bizə veribdir. Doğranı 5/2-dir. 5/2-dir. Burada bir 5/2 qeyd edə bilərəm. Təpə bucağımızı bilmirik, hər hansı bir alfa bucağıdır və buradan endirilmiş hündürlük daxil bu oturacağındakı dairənin mərkəzinə düşəcək. İndi bizə deyir ki, ox kəsiyinin sahəsi 25 olan konusun tam səthinin sahəsini tapır. Məlum məsələdir ki, əziz abituriyentlər, ox kəsiyinin sahəsi dediyimiz, baxın, bu qırmızı şəkildə çəkdiyim üçbucaqdır. Bu bərabər yanlı üçbucaqdır və biz bu üçbucağın sahə düsturundan yaza bilərik ki, demək S bərabərdir 2/1 AB, yəni 5/2-nin kvadratı vurulsun 5/2-nin kvadratı vurulsun demək sinus alfa şəklində yaza bilərik. Buradan biz nə alırıq, əziz abituriyentlər? Demək, 2/1 vurulsun, 5-in kvadratı 25 vurulsun, 2 vurulsun sinus alfamız sahəmizi bizə neçə verir? 25 olduğunu verir. Yazdıq 25. 2/1 ixtisarlədik, 25-ləri ixtisarlədik. Sinus alfa bərabərdir nəyə? 1-ə. Onda alfamız bərabər neçə olduğunu alırıq? Alfamızın 90 dərəcə olduğunu alırıq. Demək, bu təpədəki bucağımız, demək, alfa bərabərdir 90 dərəcə artıq qeyd edə bilərik. Daha sonra keçirik verilmiş üçbucaqla digər hissələri təyin etməyə. Bizə deyir ki, burada tam səthinin sahəsini tapın. Tam səthinin sahə düsturu bizə verir. S tam bərabərdir. S oturacaq, üstə gələk S yan. Oradan alaq, S tam bərabərdir. S oturacağımız dairədir, yəni pi r kvadratıdır. Üzərinə gəl, S yan da bizə verəcək pi r elimizi. L var, radiusu təyin etmək üçün biz baxaq ki, burada hipotenuzumuz nəyə bərabərdir? Bura bir A, bura bir B desək, alırıq ki, demək AB bərabərdir, bərabər yanlı üçbucaqda, demək hipotenuz kökdəki mislində olacaq. Katetin 5/2 vurulsun, kökdəki yaza bilərik. Bu da bizə verəcək 10. Demək, onda radiusumuz 5 və 5 şəklindədir. Onda verilənləri yerinə yazsa, S tam bərabər pi r kvadratı 5-in kvadratı üstə gəl, pi vuraq 5 vuraq, elimiz isə 5/2-dir. İndi qiymətlərini hesablasaq, 25 pi, bir dəqiqə, 25 pi üzərinə gəl, 25/2 pi yaza bilərik. Buradan biz 25 pi-ni vuruq kimi də çıxara bilərik. 25 pi-ni çıxardıq, vuruq kimi qaldı. Bir üstə gəl, kökdə 2 şəklində cavabımız demək 25 pi 1 plus kökdə 2, 25 pi 1 plus kökdə 2. Doğru cavabımız B variantında qeyd olunur. Keçirik növbəti sualımıza. Növbəti sualımızda bizə nə deyilir? Yarışda 150 oğlan və 50 qız iştirak edir. Oğlanlar bütün iştirakçıların neçə faizidir? Biz bildik ki, bütün iştirakçılarımızın sayı 150 plus 50, 200 nəfərdir. 200 nəfər 100% təşkil edirsə, oğlanlar nə qədərdir? 150 nəfər. Bu da x faizi təşkil edir. Buradan x bərabərdir 200-də 100 vurulsun 150. Burada sıfırlara aparsaq 150 bölünsün. 2 cavab bizə verəcək 75%. Demək, doğru cavabımız B variantında qeyd olunur. Daha sonra növbəti sualımızda baxaq görək nə deyilir. Olarsa A ilə ifadə edin. Demək, əzabdır, bu da bir sadə bir sualdır. 5-də 6 bizə nə deməkdir? B üstü 5-də 3-ün kvadratından alınır. Bəli, bu verəcək bizə B üstü 5-də 6. Onda biz onu da bərabərdir A üstü 4-də 1-in kvadratı şəklində yaza bilərik. Çünki bura kvadrata yüksəltdimsə, bu tərəfdə kvadrata yüksəldə bilərəm. Alınır A üstü 4-də 2 alınacaq. Demək, A üstü 4-də 2 isə bizə nə verir? A üstü 2-də 1 verir ki, ifadələdik A üstü 2-də 1-ə bərabərdir. Əslində sadə bir sualdır. Keçirik növbəti tənliklər sistemi ilə bağlı olan sualımıza. Bizə deyir ki, 2 mənfi 3 cütü AB parametrinin hansı qiymətində tənliklər sisteminin həllidir. Onda x-in yerinə 2, y-in yerinə mənfi 3 qoymamız lazımdır. 2 vurulsun, 2 çıxaq, 3 vurulsun, mənfi 3 bərabərdir A-ya. Buradan nə alınır? Demək,
4 üstəgəl 9 bərabərdir A-ya. Yəni buradan alırıq ki, A bərabərdir 13-ə. Daha sonra 3 vurulsun 2 üstəgəl 4 vurulsun -3 bərabərdir B-yə. Buradan alınır ki, 6 çıxaq 12 bərabərdir B-yə. Buradan da alınır B bərabərdir -6-ya. Demək, A-mız 13, B-miz -6-ya bərabərdir. Hansı variantda var? 13 -6 A variantında qeyd olunur. Keçirik növbəti sualımıza. Növbəti sualda bizə deyir ki, bölünməsindən alınan qalığı tapın. Demək, əvvəlcə biz permütasiya olan hissələri hesablasaq, hesablayaq görə bizə hansı ədəd veriləcək, burada alınacaq daha doğrusu. Permütasiya demək 10-dan 3. Bu bizə verəcək, demək, yuxarıda 10 faktorial, aşağıda verəcək, demək, 7 faktorial. Permütasiya 7-dən 7 də bilirik ki, bizə verir yuxarıda 7 faktorial, 7 çıx 7, 7 çıx 7 faktorial, bu 0 faktorial 1 deməkdir. Onda bu isə 7 faktoriala bərabərdir. Onda yaza bilərəm ki, 10 faktorial bölünsün 7 faktorial vurulsun 7 faktorial üstə gələn 225. 7 faktorialları ixtisar etsək, 10, 9, baxın, 8, 7, 6, 5, 4, 3, 2 və 1. Bax, bu hasilin içərisində bizə 100-ə bölünən ədəd var. Yəni, 5, 2 10-u verir. Bu 10-u buradakı 10-a vursaq, 100 alırıq. Demək, bu hasil 100-ə bölünən ədəddir. Hasil 100-ə bölünən ədəd isə plus 225-də artıq biz qalıq axtarmalıyıq. 225 100-ə bölünəndə alınacaq nə? 2 qalıq 25. Bizə də buradan hasildən alınan qalığı tapın deyildi. Qalığımız 25-ə bərabərdir. Keçirik növbəti sualımıza. Deyir ki, bizə ABC və CD-yi kongruent demək, kongruent bərabər tərəfli üçbucaqlardır. O və O1 medianların kəsişmə nöqtəsidir. C nöqtəsi AY parçası üzərində, demək ki, C nöqtəsi AY parçası üzərində BO bərabərdir 4/3-dür. Demək, biz BO-nu birləşdirsək, 4/3-ə bərabər olduğunu ala bilərik. 4/3. Və AO, O1Y trapesiyasının orta xəttini tapın. Əziz abituriyentlər, bu da sadə bir sualdır əslində. Biz burada bu məsafə BO məsafəmiz 4/3-ə bərabərdirsə, biz eyni şəkildə DO-ya da bu şəkildə 4/3 deyə bilərik. Bu bərabər tərəfli üçbucaqlar olduğuna görə bunu davam etdirsəm, baxın, burada medianlar həm tənbülən, həm hündürlük olduğuna görə 30 dərəcə şəklində böləcək. Demək, medianlar bir-birinə bərabərsə, burada 4/3-dür. 30 dərəcənin qarşısı onun nəyini verir? 2/3 verəcək. Yarısını verəcək. 60 dərəcənin qarşısı onun kökdə 3 mislini verdiyinə görə 2/3-ü vurduq kökdə 3-ə bərabər nə aldıq? 6 olduğunu almışam. İndi davam etsək. Bu hissəmiz 6-ya bərabərdir. Onda bu hissə də 6-ya bərabərdir. Çünki tənbölən median hündürlükdür. Yəni bunlar 6-6 şəklində alınır. Onda eyni şəkildə AC bərabərdir CY-yə. Onda onlar bərabər nəyə? 12-yə yaza bilərik. Bərabərdir 12-yə. Demək, əslində buradan bura qədər 12-dir. Buradan bura qədər hissəmiz də eyni şəkildə nəyə bərabərdir? 12-yə bərabərdir. İndi bura 12, bura 12 yazsam, indi baxın, buradan bir hündürlük qaldırsam əgər, bu məsafələr, baxın, burada bir düzbucaqlar əmələ gəldiyinə görə, baxın, bu hissəyə bərabərdir. Eyni anda da bu hissəmiz də bu hissəyə bərabərdir. Yəni, mən bura 6 demişəmsə, bura da 6-dır. Onda bura 6, bura da 6 deyə bilərəm. Yəni, O1 məsafəmizdə 12-yə bərabərdir. Trapesiyanın orta xətti oturacaqları cəminin yarısıdır. Yəni, M-in desək orta xəttimizə. M-in bərabərdir O1 12, üstə gəl aşağıdakı oturacağımız 24 bölünsün 2. O da bərabərdir 36-nın yarısı, yəni 18-ə bərabər. Yəni, sadə bir sualdır əslində. Keçirik növbəti sualımıza. Növbəti sualımızda üslü funksiya var, qiymətlər çoxluğunu təyin edilir. Gəlin, abituriyentlər, əvvəlcə baxaq ki, üslü funksiyamız
mütləq şəkildə qüvvətimiz sıfırdan böyük olması lazımdır və burada diqqətli oluruq ki, üstü funksiyamızın həmişə sıfırdan böyük qiymətlər alırıq. Demək, burada olacaq bizdə sıfır hələ ki, müsbət sonsuzluq qeyd edə bilərəm. Amma buradakı hissə, yəni 2 çıxaq 5 daha doğrusu modulda x plus 2 ifadəsinə baxaq görək hansı aralıqda qiymətlər ala bilərik. Yəni, burada hansı aralıqda qiymətləri var. Burada biz ən kiçik qiymətimizi almağımız üçün görürəm ki, ən kiçik qiymət x-in 2-yə bərabər olan qiymətidir. Yəni, x plus 2-yə biz 0 desək, x bərabərdir -2. -2 olanda demək alınacaq 2 vurulsun, daha doğrusu 2 çıxılsın, 5 vurulsun, -2 üzərinə gəl 2. Bu da bizə verəcək 2 qiymətini. Demək, ən kiçik qiyməti burada -2-də 2 alır. X-in -2 qiymətində 2 alır. Onda olacaq y bərabərdir. Demək, 3 üzərində demək 2 çıxaq 5 modulda x plus 2. Biz burada ən kiçik qiymət olaraq 3-ün üzərinə nə qoya bilərik? 2 qoya bilərik ki, o da olacaq 9. Demək, sıfırdan müsbət sonsuzluğa yox, sıfırdan hara qədər qiymətlər ala bilərik biz? 9-a qədər qiymətlər ala bilərik ki, 0-9 aralığı A bəndində qeyd olunubdur. Doğru cavabımız. Keçirik növbəti sualımıza. Növbəti sualda ibtidai funksiyadır və sadə bir sualdır. Biz bilirik ki, hansı funksiyanın ibtidai funksiyasının ümumi şəkli olar? Təbii ki, 2x üzərində 6 plus c şəklindədir ki, 6-nı qarşıya törəmə alsaq, demək 12x üzərində 5, sabitin törəməsi isə 0-a bərabər olduğundan 12x üzərində 5-dir. Demək, doğru cavabımız oldu 2x üzərində 6 plus c. C bəndi, yəni rahat bir ibtidai funksiya sualıdır. Keçirik, ümumi həddin düsturu olan ardıcın 9-cu həddini tapın. Bu da sadə bir sualdır. Sadəcə n-in yerinə 9 qoymaq lazımdır. Yazsaq A9 bərabərdir. 5 vurulsun 9 üzərinə gəl 3 bölünsün. 3 minus 2 vurulsun 9. 45 üzərinə gəl 3. 48. Aşağıda 3 çıxaq 18. O da bizə verəcək -15-də 48. Biz bunu 3-ə ixtisar edə bilərik. 3-ə ixtisar etsək, burada qalacaq -5, burada qalacaq 16. Demək, -5-də 16. Demək, doğru cavabımız A variantında qeyd olunubdur. Keçək növbəti sualımıza. Növbəti sualımızda deyir ki, uyğun tərəfləri paralel bucaqların biri digərindən 42 dərəcə kiçikdir. Əziz abituriyentlər, bir digərindən 42 dərəcə kiçikdirsə, biz bilirik ki, onların cəmi artıq 180 olmalı. Biri x isə, biri nə olsun? X çıxaq 42 olsun. Onların cəmi nəyə bərabərdir? 180. Şərtini yazsaq, 2x bərabərdir. 42-ni sağ tərəfə keçirsək 122-yə. Buradan x bərabərdir 111 alırıq. İndi bizə deyir ki, böyük bucaq 111-dir. Bəli, çünki 111-in qonşusu 180-ə tamamlayan bucağımız bərabərdir 69 dərəcə. O da kiçik bucaqdır. Doğru cavabımız B variantında qeyd olunubdur. Keçək növbəti sualımıza. Əziz abituriyentlər, bu sualda bizə deyir ki, n və n natural ədədlərdir. Hasilinin sonuncu rəqəm 1 olarsa, n plus n cəmliyinin ən kiçik qiymətini tapın. Demək, biz bilirik ki, 3 üzərində 1, 3-dür sonuncu rəqəmimiz, 3-dür, 3 üzərində 2, 9-dur sonuncu rəqəm, 9-dur, 3 üzərində 3, 27-dir sonuncu rəqəmimiz, 7-dir, 3 üzərində 4, 81-dir, sonuncu rəqəmimiz 1-ə bərabərdir. Eyni şəkildə 7 üzərində 1, 7-yə sonuncu rəqəm 7-dir, 7 üzərində 2, 49 sonuncu rəqəm 9-dur, 7 üzərində 3, 49 demək vurulsun 7, 63-dür, sonuncu rəqəmimiz 3-dür burada. Daha sonra 7 üzərində 4 isə bir də demək 3-ü 7-yə vursaq 21, demək sonuncu rəqəmimiz 1-dir. Biz sonuncu rəqəmlərimizi artıq bilirik ki, hansı rəqəmlərdir. Və baxsaq, biz burada demək 3 üzərində 16 vurulsun, 7 üzərində 4 vurulsun, 3 üzərində 5m vurulsun, 7 üzərində 3n şəklində bir ifadə yaza bilərik ki, burada 3 üzərində 16 qalıq 4-ə bölünəndə tam bölündüyünə görə sonuncu rəqəm 1-dir. 7 üzərində 4, o da tam bölündüyünə görə onun da sonu 1-dir. 1-i 1-ə vursaq, hasilimiz 1 ədədir. Davam etsək, bizə demək,
bu hasilin də sonu 1 ilə bitməlidir. Sonu 1 ilə bitməsi üçün biz bilirik ki, 3-ü 7-yə, 9-u 9-a, 7-ni 3-ə və 1-i 1-ə. Bu şəkildə qiymətlərə baxmalıyıq ki, uyğun olan qiymətlərimiz hansılardır. Yəni sonu demək 5n və 3n-in 4-ə bölməsindən alınan qalıqların eyni olması lazımdır. Baxın görürsünüz, bir qalıq qalırsa, 2-si 3 vurulsun 7 hasili bizə 21-i verir. Qalıq 2 olarsa, burada da qalıq 2 olarsa 9 vurulsun 9 nəyi verir? 81, sonu 1 ilə bitir. Demək qalıqların eyni olması lazımdır. Yəni ya 1 olmalıdır qalıq, ya qalıq 2 olmalıdır, ya da qalıq 3 olmalıdır. Niyə mən növbəti halı yazmıram? Növbəti halda qalıq yoxdur. Yəni qalıq 0-a bərabərdir bu halda. Yəni 3 dənə müxtəlif halımız ola bilər ki, bu hallarda nə zaman baş verir? Demək, m-in uyğun qiymətləri birinci hal üçün demək 1 və 3 olarsa, daha sonra o m və n üçün n 1 və 3 olarsa, daha sonra bu baş verə bilər demək 2 və 2 olanda 2 və 2 olanda baş verər, n2 olanda baş verə bilər. Daha sonra bu baş verə bilər 3 və 1 olanda, 3 və 1, m yəni 3, n 1 olanda baş verə bilər. Bir də baş verə bilər bu hal bizdə 4 və 4 olanda. Demək, 4 və 4 olanda bu hallar n-in qiyməti 4, n-in qiyməti 4 olarsa qalıqlarımız bir-birinə bərabər olacaq. Bu hallar lazımdır. Demək, bu halların uyğun qiymətləri 1 plus 3 4-dür, 2 plus 2 4-dür, 3 plus 1 o da 4-dür, 4 plus 4 də 8-dir. Bizdə ən kiçik qiymətini istəyir. Ən kiçik qiymətimiz 4-də, yəni 2, 3 yerdə hətta 4-ə bərabər olduğunu görürük ki, doğru cavabımız C variantında verilir. Bu mövzu biraz sadə olsa da, bu hissəsi biraz mürəkkəbdir. Yəni bu sual sadə mövzudan mürəkkəb bir sualdır. Keçirik növbəti sualımıza. Loqaritmik bir demək bərabərsizlikdir. Bərabərsizlik həll edilir. Normalda biz bu cür suallarda loqaritma x-ə bir dənə t desək, loqaritma x-ə bir t deyirik. Onda t kvadratı plus t çıx 2 böyükdür nə yazaram? 0 ifadəsi alaram ki, burada köklərimiz -2, -1-dir, -2, daha doğrusu müsbət 1. Demək, intervallara bölsək, birdən böyük qiymət versək, demək bu ifadəyə. Məsələn, 10 qoyaq. 10 qoysaq, 100 müsbət verəcək, mənfi verəcək, müsbət verəcək. Bizə 0-dan böyük ifadəsi lazımdır. 2 halımız var. Demək, loqaritma x 1 kiçik olmalıdır -2-dən ki, nə olsun? Müsbət qiymət alsın. Bu halda x böyükdür 0 şərtində, bir də x kiçikdir 0,1. Bəli, 0,1 olarsa mümkündür. Bir də loqaritma x 1-dən böyük olarsa müsbətdir, böyükdür 1 yazarıq. Burada da eyni şəkildə loqaritmin altı x böyükdür 0 yazmalıyıq. Bir də x böyükdür bu halda 10-dan olarsa. Demək, olacaq doğru cavabımız 0,1 və 10 müsbət sonsuzluq. Doğru cavabımız Y variantında qeyd olunur. Keçirik növbəti sualımıza. Sadə bir sualdır. Deyir ki, ifadəsini sadələşdirin. Bir-birinə vurub atsaq, demək biz sürətdə hansı ifadəni alırıq? 3 plus i çıxaq 6i çıxaq 2i kvadratı. Məxrəcdə 2 çıxaq i ifadəsi var. Demək, i kvadratı -1 verdiyinə görə bu ifadəmiz plus 2 olacaq. 3 ilə toplasaq 5 çıxaq 5i ifadəsi demək sürətdə olacaq. 5i ifadəsi. Məxrəcimizdə olacaq 2 minus i. Biz buradan 5-i də çıxarıb, demək 1 çıxaq i şəklində yaza bilərik. Deyir ki, sadələşdirin, onda qoşmasına vurub yazsaq, qoşmasına vursam nə alınacaq? Yəni, başqa bir renklə davam edək. 2 plus i yazsam, burada 2 plus i vurub açıram. Məxrəcdən alınır. A kvadrat çıx b kvadratı düsturuna görə 2-nin kvadratı çıxaq i-nin kvadratı sürətdə alınacaq. 5 vurulsun. Demək, bizdə alınır 2 plus i
2 plus i çıxaq 2i çıxaq i kvadratı. Bu şəkildə bir ifadə aldıq. İndi gəlin baxaq görək. Məxrəcimizdə demək 4 çıxaq 1 plus 1 5-i verəcək. Məxrəcimiz 5-dir. Sürətimizdə 5 vurulsun. Demək 2 plus 1 3 çıxaq nə alındı? I ifadəsi. 5-ləri ixtisar etsək alınacaq 3 çıxaq i. Doğru cavabımız B variantında verilir. Sadə bir sualdır. Keçirik növbəti sualımıza. Deyir ki, hansılar iki müstəvi arasındakı bucaq ola bilməz? İki müstəvi arasındakı bucaq 90-dan böyük ola bilməz. 90-dan böyük birincidir, 90-dan böyük dördüncüdür və beşinci. 1, 4 və 5. 1, 4 və 5 A variantında qeyd olunubdur. Keçirik növbəti sualımıza. Növbəti sualımızda baxaq görək bizə nə verir. Deyir ki, bərabərsizliyini həll edin. Yenə bir bərabərsizlik sualıdır. Əziz abituriyentlər, bu sualda diqqətli olmamız lazımdır. Çünki baxın, burada bir moduldur. Modul həmişə müsbətdir. Burada kvadrat var, həmişə müsbətdir. Burada bir üslü funksiya var. O da həmişə müsbətdir, sıfırdan böyük olmalıdır. Burada da baxırıq ki, demək, burada diskriminant nəyə bərabərdir? B kvadratı 1 minus 4AC minus 20. O olacaq mənfi 19. A böyükdür 0. D kiçikdir 0 isə bu ifadədə həmişə nədir? Müsbətdir. Hamısı müsbətdir. Onda 1 sıfıra bərabər olacaq. Bu ifadədə nə zaman sıfıra bərabərdir? Modulda x minus 2 sıfıra bərabər olsa, bu da x-in 2 qiymətində. Yalnız 2. Yəni doğru cavabımız D variantı. Yalnız 2 olarsa. Keçirik növbəti sualımıza. Deyir ki, ABC üçbucağında demək, B iti bucaq təpəsindən BD medianı çəkilibdir. Gəlin bir üçbucaq çəkək. Bu üçbucaq üzərində sualımızı həll edək. B təpəsindən demək, bura A olsun, bura B olsun, bura C olsun. Deyir ki, B iti bucaq təpəsindən buranın bir iti bucaq qəbul etsək və BD medianı çəkilibdir. Median. Median qarşı tərəfi yarıya bölür. Medianı çəkilir. AB bərabərdir 2-dir. BC bərabərdir 2 kökdə 2-dir. Və bucaq CBD. CBD 30 dərəcə olarsa, ABC üçbucağın dərəcə ölçüsünü tap. Demək, əziz abituriyentlər, biz bildik ki, median sahələri bərabər hissəyə bölür. Bura S, burada S yazdıq. İndi gəlin, bu üçbucağın sahə düsturuna bura bir alfa yazsaq. Nə yazaram? Baxın, burada bir M yazaq. SABD, yəni S bərabərdir birinci hal üçün yazıram. İki tərəf, yəni 2-də 1, tərəf 2 vurulsun M və onlar arasındakı bucağın sinusu, yəni sinus alfa. Digər halda isə S bərabərdir, demək 2-də 1, tərəf 2 kök 2, M və aradakı bucaq sinus 30 dərəcə, demək sinus 30 dərəcə. Bu şəkildə yaza bilərik və biz bilirik ki, bu sahələr bir-birinə bərabərdir. Yəni, əvvəlcə bu ikiləri aparaq, işimiz biraz asan olsun. Sinus 30 dərəcədə bizə verir 2-də 1. Demək, buradan alacağım M sinus alfa bərabərdir. Demək, M sinus alfanın 30-un yerinə 2-də 1 yazsaq, 2-də və bu kökdə 2-yə vursaq, kökdə 2-yə. Bu M-ləri aparsam, indi alıram ki, sinus alfa bərabərdir, kök 2 bölünsün 2-yə. Bu nə zaman baş verir? Alfa 45 dərəcəyə bərabər olarsa baş verir. Onda mən deyə bilərəm ki, alfamız da, yəni buradakı bucağımız da 45 dərəcədir. Mənə deyir ki, ABC üçbucağın ABC bucağının dərəcə ölçüsünü tapın. Bura 45-dir, bura da 30-dur. Yəni 45 plus 30 cəmi bizə nə verəcək? 75 dərəcəni verəcək ki, doğru cavabımız olur 75. Keçirik növbəti sualımıza. Növbəti sualımızda bizə deyir ki, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlüyü və təmir arasındakı bucaq 20 dərəcə olarsa, bu üçbucağın böyük iki bucağını tapın. Demək, əzabdır, bu düzbucaqlı üçbucaq. Düzbucaq təpəsindən çəkilən hündürlüyü və təmbölənə arasındakı bucaq. Demək, hündürlük bu olsun. Və təmbölən bucağı yarıya bölür. Demək, arasındakı bucaq 20 dərəcə. Bu bucaq 20-dir. Təmbölən olduğuna görə biz bilirik ki, buradakı bucaq 45 şəklində bölünməlidir.
Əgər bura 45, burada 20 dərəcə varsa, burada nə yaza bilərəm? 25. Onda 90 dərəcə, 25 dərəcə bizə nə verəcək? Bu bucağın 65 olduğunu verəcək ki, elə bu bucaq da 25-dir. İndi bizə dərəcə ölçüsü böyük işli bucaqdır. Böyük işli bucağın dərəcə ölçüsü nəyə bərabərdir? 65 dərəcəyə bərabərdir. Sadə bir sualdır. Keçirik növbəti sualımıza. Deyir ki, kosinus x bölünsün 1 minus sinus x tənliyinin parçasında neçə həlli var? Əziz abituriyentlər, bu cür suallarda biz demək diqqətli olmalıyıq ki, demək sürətimiz sıfıra bərabərdir. Yəni kosinus x-imiz sıfıra bərabərdir. 1 minus sinus x ifadəsi isə nədən fərqli olmalıdır? Sıfırdan fərqli olmalıdır. Bu hal hansı şərtdə ödənilir? Eyni zamanda nə zaman baş verə bilər? Demək, sinus x-in mənfi 1-ə bərabər olduğu halda biz bunu deyə bilərik. Onda bu bucağımız isə bizə dərəcə olaraq mənfi 2 pi-ni verir və demək, mən sinus x-in mənfi 1-ə bərabər olduğu halı demək bilirəm ki, demək sinus x bərabərdir mənfi 1 tənliyini həll etsəm, x bərabərdir bizə verəcək mənfi pi bölsün 2 üstə gələk 2 pi k. Bunu dərəcə olaraq da mən yaza bilərəm. X bərabərdir mənfi 90 üstə gələk 360 dərəcə. Bax, bu şəkildə yazdıq. Bura bir k yazdıq. Və bu dərəcələrimiz bizə verəcək. Demək, 2 pi-miz verir 3 mənfi 360 dərəcə və 4 pi-miz 720 dərəcə. Yəni, bu aralığa baxmalıyıq ki, parçasında neçə həlli var. Demək, k-nın yerinə 0 desək düşür. K bərabərdir 0 desək. K bərabərdir 0 mənfi 90'dır. Mənfi 90 həmən aralığa düşür. K-nın yerinə 1 desək. K-nın yerinə 1 desək 360 düşür. Demək, K bərabərdir 1 olsa 360, 270. X bərabərdir 270 həmən aralığa düşür. K-nın yerinə 2 desək. K-nın yerinə 2 desək. X bərabər 360'dan 90 çıxan, 720'dən 90 çıxanda bizə verəcək 630 dərəcə. 630 dərəcədə həmin aralığa düşür. K-nın yerinə 3 versək düşürəcək və burada mənfi 1-i də yoxlasaq, mənfi 360 üstə gəlir, mənfi 90'da mənfi 450 verir ki, aralıqdan keçir. Demək, neçə qiymətimiz ödənilir? 3 qiymətimiz ödənilir. Doğru cavabımız olacaq. Burada qeyd edək. Bu sualın cavabı 3. Keçirik növbəti sualımız, demək, növbəti sualımız limitlə bağlı bir sualdır, sadə bir sualdır əslində. Biz burada nə deyə bilərik? Kosinus kvadratı 4x-in əvəzinə, demək, yazılan limit x yaxınlaşır pi bölünsün 8-ə. Biz yaza bilərik 1 minus sinus kvadratı 4x. Məxrəcdə 1 minus sinus 4x yazsam, vurub atsam, limit demək x yaxınlaşır pi bölünsün 8 yazsam, sürətdə 1 minus sinus 4x, 1 plus sinus 4x, aşağıda 1 minus sinus 4x yazdıq bu şəkildə və bu ifadələri ixtisar etsək, alınır demək, limit x yaxınlaşır pi bölünsün 8-ə, alınacaq buradan demək 1 plus sinus 4x ifadəsi alınır ki, artıq biz yerinə qoya bilərik, demək, bərabərdir. Buradan nə alırıq? 1 plus sinus yerinə qoysaq 4 vurulsun, pi bölünsün 8. Pi bölünsün 8 artıq ixtisar etsək 90 dərəcənin sinusu 1-ə bərabərdir. Alınır 1 plus 1 cəmimiz 2-yə bərabərdir. İfadənin qiyməti doğru cavabı 2-dir. Keçirik növbəti sualımıza. Bu məsələtdə biz bilirik ki, sinus alfamız demək 0-da 0'dır, böyükdür, bərabərdir 0'dır və 90 dərəcədə sinus alfamız 1-ə bərabərdir bu şəkildə. İndi bizdə sinus alfa plus 2 olduğuna görə sinus alfa plus 2 hər tərəfə 2 əlavə etsək, 2-dən böyük bərabər, kiçikdir, bərabərdir 3 şərti ödəyir. Digər halda demək kosinus alfamız 0-da 1-ə bərabərdir. Bu 1-dən kiçikdir və 90 dərəcədəki kosinusun qiyməti 0-a bərabərdir, böyükdür, bərabərdir 0 şərti. İndi çıxaq 1 olduğuna görə hər tərəfdən 1 çıxsaq, mənfi 1, kiçikdir, bərabərdir, kosinus alfa, kiçikdir, bərabərdir 0 şərt ödənilir. Sinus alfa plus kosinus alfa da bilirik ki, mənfi kökdə 2, müsbət kökdə 2 aralığında qiymətlər alır. İndi gəlin baxaq. Demək, birinci, ən böyük qiyməti
nə olar? Ən böyük qiyməti kökdə 2 olar. Bu hansına uyğundur? 3-ə uyğundur. Demək, 3-ə A-nı yazsaq. Sonra ən böyük qiyməti 3-dür. Ən böyük qiyməti 3-dür, 1-ə uyğundur. Demək, 1-ə B uyğundur. Sonra ən kiçik qiyməti -1-dir, 2-yə uyğundur. C bəndi 2-yə uyğundur. Sonra D bəndi 0 heç bir funksiyada yoxdur, onu yazmırıq. Ən kiçik qiyməti 2 olar. Ən kiçik qiyməti 2 olar. Hara uyğundur? Birincisinə. Yəni Y də B-yə 1-ə, C 2-yə, A isə 3-ə uyğundur. Situasiya sualımızda isə bizə deyilir ki, yaşayış kompleksinin həyətində quruculuq işləri aparmaq üçün 4 tip yük maşınında ilə tikinti materialları gətirildi. A tipli maşınların hər biri C tipli maşınların hər birindən 2 ton az, B tipli maşının hər birisi D tipli maşınların hər birindən 3 ton az yük gətirdi. Həyətin müəyyən hissəni rəngləmək üçün ağ və göy boyalar uyğun olaraq 2-3 nisbətində qarışdırıldı. Həyətdə düzbucaqlı üçbucaq formasında sahənin daxilinə 2 təpəsi kartetlər üzərində, digər 2 təpəsi pilon üzərində olan kvadrat formalı oyun meydançası quruldu və bu sahənin qalan hissəsinə güllər əkildi. İndi gəlin baxaq ki, bizdən birinci sualda nəyi tələb edir? Deyir ki, bizə 150 kiloqramlıq qarışıq boya istifadə edildikdən sonra əlavə işlər görmək üçün daha 75 kiloqram yalnız ağ boyadan istifadə edilir. Rəqəmi ümumilikdə istifadə olunan boyanın neçə faizi göy boya təşkil etmişdir? Bizə məsələn şərtində deyilir ki, ağ və göy boyanın nisbəti 2-nin 3-ədir. Yəni 2K üzərinə gəlib 3K qarışıq bizdə 150 kiloqramdır. Biz buradan təyin edirik ki, X 5K bərabərdir 150 kiloqrama. Demək, buradan K-mız bərabərdir 30 kiloqram. Biz baxırıq ki, bizdə demək, ağ boyanın göy boyanın nisbəti 2-3 olduğuna görə, demək, 2K ağdır, bu ağın nisbətidir. Demək, 2 vurulsun 30 bərabərdir 60 kiloqram ağ istifadə olunub. Göy boyamız isə 3K'dır, o da bərabərdir 3 vurulsun 30 bərabərdir 90 kiloqram. Bu da göy boyamızdır. Bizə deyir ki, ümumi rəng, demək, ümumilikdə bizdə daha 75 kiloqramda istifadə olunduğuna görə 150 plus 75 bizə verəcək 225 kiloqram. Və bizə deyilir ki, bu sualda rənglərin ümumilikdə istifadə olunan boyanın neçə faizini göy boya təşkil edir? Neçə faizini göy boya təşkil edir deyirsə, demək, ümumilikdə 225-i 100% təşkil edirsə, göy boyamız 90 kiloqram da X faizi təşkil edir. Buradan X bərabərdir, məxrəcdə 225, 100 vurulsun 90 şəklində yaza bilərik. 45-ə ixtisar eləsək, burada 5, burada 2, 5 ilə buradan ixtisar eləsək, burada 20, 20-ni 2-yə vursaq 40%. Demək, 40%-ni göy boya təşkil edir. Növbəti sualda deyir ki, bizə A tipli 3 və B tipli 2 maşın bir dəfədə 21 ton. Biz bilirik ki, demək, bizə demişdir, demək, A tipli maşınlar X. Biz burada yazırıq ki, A-ya X deyək, B-yə deyək, B tipli maşınların yükü Y olsun. B, Y olsun. Bizə C tipli maşın var. Demək, A-dan 2 ton çox olduğuna görə C-yə X plus 2 deyə bilərik. D tipli maşınlar isə demək, B-dən 3 ton artıq yük apardığına görə Y plus 3 olsun. Yəni, bu ifadələri indi tənlik şəklində yazaq. Demək, 3A tipli, onda 3X və 2B tipli, 2Y 21-ə bərabərdir. Daha sonra deyir ki, C tipli 2. 2 vurulsun C-miz X plus 2 və demək, D tipli 3 maşın. 3 D-miz. D-miz də Y plus 3-dür. Bu da 32 ton. 32. Bu sistemi indi həll edək. Birinci yazıram, o 3x üstə gəlir 2y bərabərdir 21-ə. Vurub açsam 2x üstə gəlir. Vurub açdım demək 3y. Bu 2-ni 2-yə vursaq 4, 3-ü 3-ə vursaq 9. 9 ilə 4 birlikdə 13, 32-dən çıxsaq 19 yaza bilərik. Yeni bir sistem aldıq və bizdən indi buradan tələb olunur A tipli maşından bir neçə A tipli, yəni bizə X-i təyin etmək lazımdır. Onda gəlin X-i təyin etmək üçün
Yuxarıdakı tənliyimizi demək ki, əvvəlcə vuraq -3-ə vursaq, demək mənfi 9x çıx 6y bərabərdir -63-ə. Aşağıdakı tənliyimizi də 2-yə vursaq, 4x üstə gəl 6y bərabərdir 38 yazsaq. Tərəf-tərəfə toplasam, y-lər getsə, -5x bərabərdir -25 yazsaq, buradan x-imiz bərabərdir 5-ə. Demək, həqiqətən biz A tipli maşınlarla bir dəfəyə nə qədər? 5 ton yük daşıya bilərik. Əziz abituriyentlər, növbəti sualımızda isə bizə deyilir ki, betonun hər iki ucu oyun meydançasından 8 sm məsafədə olarsa, gül əkilmiş hissənin ümumi sahəsini hesablayın. Demək, biz bura bir alfa desək, 90-dırsa, bura bir beta deyə bilərik. Eyni şəkildə baxıram ki, beta 90-dırsa, burada bir alfa var. Alfa 90-dırsa, burada bir beta bucağı var. Onda bura x desəm, bura kvadratdır, tərəfləri x desəm, alfanın qarşısı x-in, alfanın qarşısı 8 olan nisbəti bərabərdir. Betanın qarşısı 8-in, bu üç bucaqda betanın qarşısı x olan nisbəti. Buradan x kvadratı 64-dən x bərabərdir 8-in. Buranı da 8 olduğunu aldıq. İndi əziz abituriyentlər, x 8-ə bərabərdirsə, indi baxın, burada maraqlı bir şey var. Yəni, x əgər 8-dirsə, burada 8-dirsə, biz görürük ki, düzbucaqlı bərabər yanlı üçbucaqdır. Onda nə baş verib? Bu beta bucağımız 45-ə bərabərdir. Onda alfa bucağımız da 45-ə bərabərdir. Onda AC betonuzu AC bərabərdirsə 24-ə, onda biz deyə bilərik ki, AB bərabərdir BC-yə, o da bərabərdir 24 bölünsün kökdə 2-yə, yəni bunu rəssamlıqdan əzad eləsək, 24 kökdə 2 bölünsün 2, ixtisar elədik 12 kökdə 2. Daha sonra nə deyirəm? Üçbucağın sahəsindən kvadratın sahəsini çıxmaq lazımdır. S bərabərdir, demək, üçbucağın sahəsi 2-də 1 vuraq 12 kökdə 2, vuraq 12 kökdə 2, 12 kökdə 2-nin kvadratı çıxaq, kvadratın sahəsi 8-in kvadratı, o da bərabərdir 2-də 1 vuraq 144 vuraq 2, çıxaq 64. 2 ilə 2-də 1 ixtisar etsək, 144 çıxaq 64 bizə verəcək 80. Demək, gül əkilmiş ümumi sahənin, ümumi hissənin sahəsi 80 kvadrat metrə bərabərdir. Doğru cavabımızı aldıq.